Mən bayaqda baxıram sizə. Hə. Elə sözlər ki, insan adam ona razılaşır, elə sözlər var ki, amma həqiqətən razılaşmır. Çünki nəyə görə? Ən azından, yəni ki, bəyənmirsiniz bu hökuməti, bu dövləti, yəni ki, baş qutlar canlı tutarıb gedə bilərsə, çıxıb orada yəni asiyaski danışmaq və yaxud da dövləti təhqir etmək, o biraz düzgün sayılır. Və mən dövləti nətər təhqir eləmişəm, de görə indiyə kimi. Dövləti təhqir eləmək deyəndə ki, demişəm ki, dövlətimiz dağıya oxşuyur, nəm dağları pisdir, qayaları pisdir. Dövləti nətər təhqir eləmişəm mən, de görə. Sizin efirə qoşulanlar, yəni ki... Mənim efirimə qoşulanların heç biri dövlətə bir söz demədir, hamısı məmurlara, hakimiyyətə söz deyir. Məmurlara indi bir söz deməməli, hər şey gözəldir, eləmi? Əgər bu ölkədə yaşayırsansa, yəni ki, nəyə görə pisdir? Çünki ən azından kənar ölkələrdən də baxırlar sizin efirə. İndi ölkədə yaşayırıq deyə acından ölməliyik, arvadımızı, qızımızı oteldə satmalıyıq, amma dinləməməliyik, eləmi? Ən azından yedirdirəm, sizin efirə kənar millətlər də baxır. Baxsın da nə olsun, Trump Kemal Harris'i söyür. Trump oradan İtalyanın Meloni'sini söyür, İspanya'nın prezidentini söyür. Ne olsun ki, indi desin söyməsin dünya baxır. Erdoğan bir-birini qırır CHP partiyayla bir-birini. O da deyir ki, danışmasın, hamı səsini çıxartmasın, xaricdən bizə baxırlar, elə mi? Yaxşı, o acından ölən qaziləri görmürmü dünya? Dünya kördür mü? Görmürmü ki, Azərbaycandan milyonlarla insan çörək puluna görə didərcin düşür? Dünya görmürmü ki, bütün Pakistan, Hindistan, Körfəz ölkələri, Kürtlər Azərbaycana bazdıra gəlir, İlhamlı otellərində Azərbaycan qızlarından bazdıra gəlir? Görmürmü dünya bunu? Siz birinci qazilərdən deyirsinizsə, qazilərdən yəni ki, əksər qazilərdə görmüşəm. Ya hörmətimiz sonsuz olar. Sadəcə olaraq elə qazilər də var ki, elə qazilər gəlir ki, alır altına maşını, pedagogu verir qabağına, qaldırır, arxasına yazır. Hala sən elə qazidən niyə deyirsən? Sən niyə 3 dənə, 5 dənə pedagog qaldıran qazidən danışırsan? Deyirəm ki, sən rəsmi xəbərlərdən danış. Azərbaycanda cinsi azlığın nümayəndəsi 455 manat alır. Qıç-qıç ayaqlarını dibdən, qollarını dibdən itirən oğlan da 360 manat alır. Veteran da 80 manat alır. Sən bundan danış. Ermənistanda orta əmək haqqı 800 dollardan yuxarıdır, Azərbaycanda 500 dollardır. Dünya görmürmü Gürcüstanda, Ermənistanda deyirəm, bizim neft qazımız var, bizim büdcəmiz daha yekədir. Niyə bizim xalqımız minimum əmək haqqı, orta əmək haqqı Ermənistandan az qala 2 ilə başa olmalıdır? Niyə? Dünya bunu görmürmü? Öz qayda qanunu var. Eşirəm. Yəni onu demək istəyirəm. Hər bir ölkənin öz qayda qanunu var. Deyirəm, İlham Əliyevin Avropa Şurası qarşısında götürdüyü, dünya qarşısında götürdüyü öhdəliklər var. Əliyevin bu qədər uğurlarından niyə deyilmir? Hansı uğuru var, de görüm? Ən birinci uğur Qarabağın azad olunması deyil. Ondan böyük uğuru var. Qarabağa bir dənə Qarabağlıya Dədə Baba torpağını veriblərmi? Şükür Allaha, hər ay köçüb olur Qarabağa. Onlar kimi Qarabağlılar deyil. Onları yığırlar, 5 rayonu yığırlar bir kəndə, bir Novostroykiya, qoyun kimi. İlham açılışını deyir, hamısı İlhamla qabaq qayıdıb qaçıb gəlirlər. Cəmaata, bir dəqiqə, sən hansı rayondansan? Mən özüm Qərbi Azərbaycanda. Qərbi Azərbaycanlı, yəni vətəndən didərgin düşmüş adam Dədə Baba torpağını tələb eləyir. Daha orada hansısa bir küçdə bir-birinin binanın günəş işığı düşməyən belə binada verirlər ev və yaxud Ağalı kəndində kimi hər yeri tikanlı məftil alıblar. Cəmaata elə lazım deyil. Cəmaata Dədə Baba torpağı lazımdır. Sonra Qarabağdakı torpaqlarda İsrail bazaları, Rus bazaları, narkotik plantasiyaları, fahişəxanalar, otellər, restoranlar tikilir. Qarabağda heç bir Qarabağlıya torpaq verməyiblər. Mən demədim, mənə inanmırsan, bir dəqiqə, mənə inanmırsan, Qarabağın deputatı Aqil Abbas dedi. Arını aparırlar, arının yeşiyini. Arının yeşiyini 2 manada keçirirlər, 3 aylıq. Cibinini uçurtmağa belə pulla gedirsə Qarabağlılar, qoyunu 2 manada, dananı 3 manada, inəyi 5 manada aparıb otarırlarsa, toyuğu belə həyətə buraxmırlarsa, 2 dənə göyərti səsləyə qoymurlarsa, bu nəyin azadlığı oldu? Belə azadlıq lazım idi mı bizə? Sən gəlib şəhid olardın mı belə azadlıq üçün ki sənə Dədə Baba torpağını vermirlər? Sən harada işləyirsən? Nə işidir sənin işin? Şəxsi də olar mı? Pagondur, dövlət qulluğudur, güc naziri idi, öpüş naziri idi, hansındandır? Dövlət qulluğunda. Ayda nə qədər alsan sən? 750 manat. Ailəlisən mi? Subay. 750 manata bəs eləyirmi? Artıqlamasına. Ondan arvad ala bilərsən mi? Vallahi Azərbaycanda bir dəqiqə 450 manata da ailə saxlayanlar var. Nətər saxlayır? Arvadın klient apararaq saxlayır. Hala Gürcü itinə 750 manatlıq yemək yetişdirir. Xəbərin var, sən 750 manat dövlət qulluğunda maaş alırsan. Deyək ki, İlham Əliyevin popsunu qoruyursunuz. Sən hər halda bir generala tabesən də elə dövlət qulluğunda, eləmi? Generalı nə qədər maaş alır? Deyə bilərsənmi? Vallahi o bilmirsən. Aysa qarışmırsan mən deyim sən. 2250 manat olmalıdır. Hərbi hissə polkovnikin hərbi hissə komandirində akladı 1750 manatdır. İcra başçının akladı 1850 manatdır. Ermənidə götü poxulu maxi, əskər, maxi 1800 dollar alır. Bunun 2 qatını alır. Bunu mən demədim ha. Bunu məndən qabaq Elnur Məmmədov dedi, general vəzifəsində işləyən, Fəxrəh bəy dedi, polkovniklər müşavirə elədi dedi. Sən də deyirsən ki, dövlət qulluqçusan, əskərə nə qədər pul ayrılır yeməyə deyə bilərsənmi? 36 manat. 36 deyil, 62 manatdır. 62 manatı 9 ildir qaldırırlar 128 manata. Bugün də 62 manat alır. İnsafən, əskər 62 manat yiyərmi? Zabitin də 62 manatdır akladı. Abi, valla, gör nə deyirəm, valla. Ola bilər polislər, özün deyirsən də dövlət qulluqçusuyam deyə bilmirəm. Hər halda polis elə 700-750 manat alır. Vallahi də deyirəm, billahi də deyirəm. Mən ölkə rəhbərlik dəyişsə, sən 750 manat yox, sən 2750 manat alacaqsan.
Bu gün bax get otur. Sən Allah səni kimi vəzifədə işləyən adam Ermənistanda nə qədər pul alır, maaş alır deyə bilərsən? Xeyr, maraqlanma. Maraqlan da nə olar maraqlan da. Maraqlan da sivilizasiyalı dünyada yaşayır. Bir dənə yapay zəkadan soruş Ermənistanda məsələn kənd məktəbinin direktoru nə qədər alır? Görəcəksən ki, orada alır 1000 dollar, 1200 dollar məktəb direktoru. Bizdə də alır 300 manat. Akladı 300 manat da direktoru. Yaxşı de görün İlham Əliyev üçün canından keçərsənmi? Əlbəttə. Əlbəttə canından keçərsən, eləmi? Ölkənin prezidentidir, əlbəttə keçər. Davay ekranı aç. Bir dənə sədəfini kəs qayçı ilə mən burada İlhamla irəliləyəcəm, YouTube-da bağlayıb gedirəm. Mən efir xattına deyirəm. Mən efir, sən istəmirsən ki İlham Əliyevin ən böyük qarşısındakı bəla Qabil yox olsun. Sən istəmirsən ki Qabil İlhamla irəli desin. İstəmirsən sən bunu. İstəmirsən İlham Əliyev söyülməsin, tənqid edilməsin. Bax Qabil burada İlhamla irəli desin. Davay da kameranı aç, sədəfini belə qayçı ilə kəs girən. Demirsən canından keçərəm. Davay da aç kameranı kəs, açıram bax kameranı. Canımdan keçər. Sən sonra mən yedirəm, o efir sürürəm. Aç kameranı açdım aç. Aç kəs görün nətər kəssən. Aç canından keçən oğlan. Canından keçən oğlan. Davay aç. Ehtiyac yoxdur ona. Niyə? Toxun çatmır ha? Bilirsən şuarınız nədir? Değil mi? İlhamla gəlir. İlhamla irəliyor. Gəl gir bu deməyə, yazda çıxarsan yeməyə. Gəl gir bu deməyə, yazda çıxarsan yeməyə. Sizin şuar budur. Bildin mi?